problem yoxdur, təzədən başla. Ay Yalçın. Heç bir problem yoxdur. Yalçın, sən o rejimdən təsirlənən, mən bayaqları bir video çıxdı mənim qabağıma. Bir xanım idi, İran Azərbaycanlısı idi. Dedi ki, pərçəm bilirsiniz də bayraq deməkdir. Dedi ki, mən bu bayraq üçün əlində də İran İslam Respublikasının bayrağını tutum. Dedi, mən bu bayraq üçün 3 oğlumu gətirmişəm. 3 oğlumu qurban verəcəm bu bayraq üçün. Mən dedi, imperialistlərin köləsi və qulu olmayacam. Okey. Netanyahu-nu qardaş tərifləyə bilər, heç bir problem yoxdur. Tərifləməyənə də mən bir söz demirəm. Hər kəsin özünə məxsus bir mövqeyisi var. Bax, bu günləri Orta Şərqin parçalanması və dağıdılması prosesinin senarisi aşağı yuxarı 50-55 il bundan öncədən yazılmışdı. 82-ci ildən sonra tətbiq olunmağa başladı. Yalçın, problem bilirsən nədədir burada? Yalçın, səsimi çıxar, danış. Buyurun, dinləyirəm mən sizi. Yox, dinləmə, mən nədir burada problem? Bax, Yalçın, nədir problem burada? Problem burada söhbət ondan getmir. Aha, söhbət nədən gedir? Bu günləri Azərbaycandakı hacıların 99% şərəfsizdir, vicdansızdır. Sən nə deyirsən, razısan bunu? Mən deyirəm ki, yalandır, şərdi böhtandır. Yalan deyil. Bəli, yalandır, şərdi böhtandır. Qardaş, mənim qonşuma, bir dəqiqə qulaq as. Bir insan verməyib. Gəl belə danışaq. Bəlkə də anasına yaxşı baxmayıb, atasına yaxşı baxmayıb. Gəl belə danışaq. Saxta reklam üçün, saxta status üçün gedib narkoman biridir, bicbalan biridir, gedib hacıya 10.000 evro. Gəl belə danışaq. İctimai saxta reklam qazanmaq. Yalçın bəy, ənənəvi dövlətçilik anlayışında qonşunun problemindən sorumluluq daşımır. Sən İsveçrədə yaşam. Bir dəqiqə, xahiş edirəm. Xahiş edirəm. Bir dəqiqə. Qonşu ac qoyub ziyarətə gedə bilmərsən. Bir dəqiqə, xahiş edirəm. Bir dəqiqə. Ümumiyyətlə İslam anlayışına görə 7 qapı sol, 7 qapı sağ, 7 qapı ön, 7 qapı arxa deyilən bir anlayış var. Diqqət elə gələn. Bunu qoyursan bir qırağa. Sən dövlət olaraq bu günləri İslam qaydaları və qanunları əsasında idarə edilmirsən, bu şeyləri iddia etmək, səsləndirmək sənlik deyil. Sən haçan o dövlətin vətəndaşı var. Yox, mən zasluqam var. Mən 51 yaşım var. Mən Xəlil Rza yadigarıyam. Mən Azərbaycan xalqının şairiyəm. Mən deməyim, bəs kim desin? Onda zəhmət olmasa onda de. Kim danışmalıdır bunu? Bəli, bax, Samir bəy, bu Xəlil Rza yadigardır, gözəl şeirləri var. Bax, əgər bu deyirsə ki, mən şairəm, mən istəyirəm ki, Yalçın bəyin bir şeiri var idi. Saqqal kimi yaşamağa nə var ki? Şeirini səsləndirsin. Saqqal kimi sən yaşayırsan, mən yaşamıram. Sən gedibsən Hollandiyaya, ancaq mən Hollandiyadan imtina eləyib gəlmişəm. Mən bugün də orada oturumum var. İndi sən YouTube-dakı çıxışımı koyum. Ey Fransa, ey Amerika. Zor eləmişəm. Bugün də deyirəm, mən susmayacağım. Başa düşdün? Mənə bax. Mövqeyimi bildirmişəm, zor eləmişəm. Mən nə deyirəmsə bu millətin yaxşılığına deyirəm. Mən kimi çaqqal kimi gedib Hollandiyada gizlənmirəm. Qoyuram, bu dəqiqə YouTube-dakı çıxışı qoyuram. Qoyan kimi qaçıb çıxıb gedəcək. Heç nə qaçmıram. Nicat, sən oğlum, sən get, nə inirsən elə, başa düşürsənmi? Mən 7 il övladıma əsrət qalmışam. Mən bu dəqiqə gəlib həbsdə eləsələr, mən susmayacam. Mən həmişə öz sözümü demişəm və deyəcəm də. Nə deyirəmsə, bu millətin yaxşılığına deyirəm. Konkret, mən deyirəm ki, Azərbaycandakı dindarların 99% vicdansızdır. Sən razısan bu fikrimlə? Mən qoyuram. Çıxışı qoyuram. Səs gəlir yoxsa bir dəqiqə. Qoy da. Burada nə var ki? Baxın. Burada heç bir şey yoxdur. 2014-cü il çıxışım olub. Öz şotumu istəmişəm, öz haqqımı istəmişəm. Haqqımı istədiyimə görə mənim evimi dağıdıblar. 7 il övladıma əsrət qoydular. Buyur qoy. Mən izahat verirəm, bu millət əvvəldən. Səs gəlir, Samir. Burası bayırdayam, Onun yarısı olardı təxminən. Bir dəqiqə. Bunun burada bir dənə məşhur bir dənə çıxışı var. Çox gözəl məşhur çıxışdır. Fəryad eləyir. Doğrudan deyirəm, fəryad eləyir. Mən 2014-cü il çıxışımda bir dəfə çıxışım. Yox, mikrofonunu bağlı qoy insanlar eşitsinlər sənin fəryadını. Bu düşüncələrmi,
bu şikayətlərimi Səs yaxşı geniş gəlir. əhatəli şəkildə işıqlandırasınız. Mən belə nəticəyə gəlirəm ki, biz azad və müstəqil deyilik. Qan içən diktaturlu rejimdə yaşayırıq və əzab çəkirik. Kim cavab verəcək bunlara? Odur ki, xahiş edirəm, dünyanın demokratik dövlətləri, birinci növbədə Türkiyə mənə cavab verməlidir. Türkiyənin rəhbəri mənə cavab verməlidir. İkinci, demokratik dövlətlərə yalvarıram. Fransaya yalvarıram. Sən Almanya... Azərbaycan düşməni olan dövlətə yalvarmısan. Mən burada durdururam. Oradan Fransa, durdururam mən burada. Azərbaycan Bunu düşməni durdurmalıyam. Fransa, Çünki Azərbaycan Samir bəy, düşmənidirsə, Fransa ümumiyyətlə Azərbaycan siyasəti, Fransada- baxın, ən Fransada böyük bir xəyanətkarlıq milyon buradadır. Azərbaycanlı Bir çatdar dəqiqədə, kimi bir dəqiqə düşmən Yalçın oldu, bəy, bayaqdan danışırsınız da, insanlar sizi izləyir. Bəsli görə manipulasiya Xahiş eləmə. edirəm. Bax, Yalçın, baxın, Samir bəy, ümumiyyətcə Ha, nə oldu? Azərbaycanın Xoş apardığı elimdə siyasətə təsbih hər bir eləmişəm, zaman balalarımı xoşbəxt zid üçün eləmişəm. siyasət aparan Mən bu dövlətlərdə günləri Fransa olur. Avropada